Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanılıb. Ağdam rayon ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı PUA və video müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam, Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib. İlkin araşdırmalar zamanı hadisənin 77 PT 225 dövlət qeydiyyat nişanlı Niva markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda Səbuhi Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.